Gəlin son günlərin oyun nəticələrinə və futbol xəbərlərinə nəzər yetirək. Fabrizio Romano belə bir məlumat verir ki, Real Madrid Schlotterbergi həqiqətən öz heyətinə qatmaq istəyir. Lakin hal-hazırda Borussia Dortmunddan heç bir danışıqlar getmir. Jules Koundé isə bir aya yaxın yaşıl meydanlardan uzaq olacaq. Alexander Balde isə təxminən 5 həftə yaşıl meydanlardan uzaq olacaq. İndi isə gəlin futbol nəticələrindən danışaq. Wolverhampton gözlənilmədən Liverpooldan üstün oldu. Wolverhampton 2, Liverpool 1. Arsenal çempionluq yarışında çox vacib 3 xalı qazandı. Bukayo Saka'nın qolu Arsenala qələbə gəldi. Brighton 0, Arsenal 1. Real Sociedad Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyunda Atletico Bilbao'nu məğlub eləyərək bu turnirin finalına yüksəldi. Qeyd edeyim ki, orada onlar Atletico Madridlə üz-üzə gələcək. Chelsea səfərdə Aston Villanı darmadağın elədi. Aston Villa 1, Chelsea 4. João Pedro bu oyunda hat-tricklə yadda qaldı. Manchester City çempionluq yarışında öz doğma meydanında çox vacib xal itirir. Manchester City 2, Nottingham Forest 2. Newcastle isə öz evində Manchester United'dən güclü oldu. Newcastle United 2, Manchester United 1. Bunu da vurğulayım ki, Newcastle 45 üstəgəl birinci dəqiqədən azlıqda oynayırdı.